Ne işte? Kışın vaktinde siz gelmişsiniz cemaat. Bu cemaat yazık böyle, bu cemaat hara gitmez. Bu millet hara gitsin. Yok, yalnız Karamelim şapka değil mi? Hep siz kimlerse bir kelime sözde istifade edip gelip düşmüşsünüz. Otlak sahalerdi, buraya iki sahalerdi ki siz gelip düşmüşsünüz her tarafta. Orada belediyenin 150 hektar boş yer var. Gebeksin'de pamuk ekiminde ekereksin. Bu otlak sahası bu cemaat ne kadar ahali burada başlanır? 2 bin 3 bin nefer aile başlanır ne burada? Xeyri ziyan ne demedi meyli? O rayon rehberini sattırır. Gözlerin gibi. Heyvandarlık sahası bu az şey diyor ne bu? Prezident orada prikaz verir, orada bura prikaz verir. Onları da bizim ne var? Prezidentin adına ispat ederek prezident demek ki de onu diyebilir. Orada bura değil. Bura ne var? Prezidentin adına ispat eder. Prezident deyip ki git köşer cemaati incidi orada. Lezgin incidi orada. Hayvan saklaması. Seher diye traktörü uzat. Ailesi saklaması diye prezident. Seher uzat gelipti. Köşer. Salih. Oradan kotanı koyup gidip ne? Adamda bir abır heyde yakışıyordu. Ya Allah öyle bilmem de öylem sensin. Onlar özel hareket. Sen ne diye bağzunu yağırırsan. İcra hakimiyetine gitmiş ki icra hakimiyeti değil ki iki defa elime bütün cemaate hukuk ediyor orada. Biz icra hakimiyetine gitmişiz. Hemen bir cemaat gelip icra hakimiyetine. Kardeş gene sözü zora diye gözlerine anca ora. Valla anca ora. Özümüz görüşerek de görüşmüşüz icra hakimiyeti. İcra hakimiyeti hep aynı. Bir şey söylemişler ben var orada. Burada bir kere sözler var. Ben xahiş eləmişəm, yalvarmışam, müraciət eləmişəm. Bu sürməyi mən tarafdayım ama indi vaxtı deyil axı. İndi bəs qoyun məmlaşın deyil saxlan qarayda üstün örtən. Bu heyvan saxlanma qış qapını Qış qapını kəsir mən indi hara gedim mən bəs bu heyvanı harada saxlayım? Ve bir il imtiyaz olmalı, bir il vaxt verilmez, ben ziyanlarım ödenilmez, ben tikintilerimin hakkı ödenilmezdi. Bəs ben kimden alın bunları? Kim vermezdi bana bunları? Orada gel basınlarken kalan hayvanı da kıracağım. Adınızı familiyanızı. Elmircan Mehmet'im. Ne baş verir burada? Burada kardeş, ne diyeyim burada? Bir 20 gün bundan evvel icra başlığına khitam mektubu gelip... Hansı icra hakimiyyətindən, hansı? Ucar rayon icra hakimiyyətindən. Birində bir haftadır traktör işliyor. O tarafta bir 150 hektar ekilir. Burada bir 100 hektar ekilir. Burada yine de ekilir. Bu üzeri direnirler bine. Bize değiller bineden çıkmıyor. Bura Qəbələ rayonunun binələrdir. Bəli, Qəbələ rayonundan. Biz Qəbələ rayon taraf keşliği var mı? Burada Lezgi Müslüman Azerbaycanlı sözü var mı? Bilmirəm burada. Ne baş verir? Neçə illərdir bu torpaqlarda siz məskunlaşmışsınız? Ben 69-cu ildə... Yo, ümumiyyətlə buranı deyirlər qədim dədə-baba torpaqlarınızdır, sizin qışlaq yerlərinizdir. Bəli, o vaxtdan məndən əvvəl də olublar da burada hər halda. Küdürü sözü deyirlər. Küdürü sözü nə deməkdir ümumiyyətlə? Küdür düzəngah. Qışlaq. Düzəngahlıqdır. Su çıxmayan qurub yerdir. Düzəngah. Bura ne oldu? Buna adı doğru 38 adlanır. Nə qədər burada yataqlar var təxminən? Burada 4 kurum var hal-hazırda. 5 ev var. Bir yatakta o tarafta 6 yatak. Aşağıda çoktu. Küdür zonasında yataklar. Bu ərazilərdə nə qədər qoyun saxlanılır təxminən? Ərazilerde hal-hazırda bizim binada 1200'den yukarı doğar koyun var. Yani kırdaları... Bayağı yoldaşlardan biri qeyd etdi ki 45-50 min arası qoyun var bu ərazide. Bəli, qışlaq, küdür qışlaqlarından bəri, bəli, var. Bəs nəyə görə buralardan sizləri sıxışdırırlar? Mən tək sizləri sıxışdırırlar, ləzgiləri. Onlar hamısı qoyunçuluqla oynayanlar hamısı ləzgidir. Qəbələdən gəlmez zadlar. Getmə söhbəti var burada. Sizin müqavilələriniz var mı? Müqavilələrimiz var. Mənim müqaviləm şəxsən indi bu ayda qutarır. Amma arada da vermişəm elinə yeniləyən var, yəni baxan var, nə cavab verəm. Nə deyirlər, nə ilə əsaslandırırlar ki, baxmamaqlarını? Xitam veriblər ki, sizin vaxtınız qutarıb. Elə adam var ki, 20 ilə veriblər, müqaviləni bağlayıb, 20 il. Hələ 3-4 ili var, xitam veriblər işinə. Burada bax, şəxsən burada Göyçay Sultan Bala Sultanoğlu'nda 3 yıl vakti kalıp, Göyçay Rahim Bala Sultanoğlu'nda yerinde 3 yıl vakti kalıp. Ama xitam verilip işine.
Xəbərdarlıq etməyiblər sizləri. Heç bir xəbərdarlıq olmuyor bu vaxtdakı muhtam Və nə nəzərdə tutulur burada əkiləcək? Guya pambıq. Amma pambığın indi vaxtı deyil axı. İndi pambıq sumunun vaxtı deyil. Pambıq sumundan Artar baba gözüm açandan görmüşəm ki, dekabr, axır yanvarda sumlanır, qışda sulanır, yazda da malalanıb əkilir. Amma indi sürülən sum mütləq ikinci dəfə sumlanmamalıdır. Sumlanmalıdır əgər pambıqdan ötürü əkilirsə. Ama burada kimin hali var, kim ne tarih, kim ne ayrı bilen yoktur. Kime şikayet ediyoruz onu da bilmiyor. Ancak deyirlər ki, prezident tapşırıq verib. Prezidentin de tapşırığını biz de daim izləyirik, siyasətini de bəyənirik. Prezident tapşırıq verib ki, qoyun fermerlərə toxunmadan boş kənd ətrafı, belediyenin burada yerləri var, onlara toxunulmur. Kənddə olan boş torpaqlara toxunulmur. Ancaq gəlib bünələrə toxunublar, xam torpaqları əkirlər. Prezident bunlar məsəl üçün ağzına gələn biri danışır ki, Ləzginin burada torpağı yoxdur. Bizim respublikamız tolerantlıqda dünyaya meydan oxuyur bugün. Prezident onu bilmir. Prezident heç vaxt onu elə söz deməz. Kim deyir ki, Ləzgin torpağı yoxdur? Burada gediblər Sirəyin məsəl üçün deyir ki, Ləzginin torpağı məsəl üçün qəbul eləməyiblər. Düz əməlli ağsaqqal gedib başçının müavini düz əməlli qəbul eləməyib bunları. Ucar rayonunun başçısı. Kimdir adı familiyasının başçının? Başçı Mənsur Məmmədov cənab. Ləzginin yeri yoxdur deyən ifadəsini kim işlədib? Ləzgin bu cemaatdan olur. O cemaatdan olur. O başçılardan iş adamları ilan verir mi? Yine sözden sıkılırlar. Ama medeni surette sıkıştırırlar ki çıkar. Medeni surette. Agronom. Düzgün ne agronom? Şu agronomun adı nedir kardeş? Hayır. Salih. Agronomdu. Pambığın agronomudur. Ahırı biz belaya düşmüşük, bilmirik. Hürmetli prezident hiç vaxt demez ki git kimisi elinde torpağı al ginen ek ginen. O diyor ki boş yerler kalmasın. Ne bileyim ben birgə təsərrüfatlar yaradın ekin. Yoksa bu həlak boyunçuluk için nəzərdə tutulmuş torpaqlardır. Burada ekinçilik için heç təyinat değişmir bax hələ. Bu torpaqların əkinlə bağlı təyinatı dəyişilməyib. Dəyişilmir, bəli. Bu təyinatında qeyd olunub ki, Nazirlər Kabineti dəyişməlidir təyinatı. Ancaq qeyd olunub ki, qoyunçuluq üçün nəzərdə tutulur. Qoyunçuluq üçün nəzərdə tutulmuş torpaqlar. Sırf qoyunçuluq üçün. Amma nədən çıxmaya İndi burada pambıqçılıq əkilsə, belə çıxır ki, həmin 50.000 baş qoyun məhv olmalıdır. Məhv olmalı, bəli. Qoyunçuluq da iqtisadiyyatın bir növüdür. Ölkəni ətlə təmin edir, ət məhsulları ilə, yunla, pendirlə, deyək ki, digər ağartı məhsullarla. Onda belə çıxır ki, bunlar pambığa qurban verilməlidir. Qoyun pambığı yeməlidir, bəli. İclasında fermerlərə toxunmadan, fermerlərə verilən bütün infrastruktur məsəl üçün maniyələri aradan götürmək üçün neçə dəfələrlə sərəncam verib ki, fermerlərin heç bir hüququ pozulmamalıdır, inkişaf eləməlidir. Fermerin inkişaf eləməsi üçün prezidentin fərmanları, göstərişləri var. Bütün nazirlərə, nazirliklərə, hamısına. Biz özümüz də qulaq asırıq televizorda. Prezidentin siyasətini daim izləyirik biz. Prezident heç vaxt məsəl üçün hardasa qoyunçuluqla məşğul olan adamın deyir çörəyini, get çörəyini əlindən al deməyib heç kim. Demez o sonra. Öyle şey var. Siz özünüz təqdim edin, adınız, familiyanız nə edirsiz? Şamilov Rəhman? Bəli, Aslanov. Qəbələ sakinisiniz siz də. Qəbələ sakiniyəm, mən də burada qoyunçuluqla məşğul oluram. Çoxan gedin. Buyurun siz. Vaxtdakı olmuşsunuz deyir, hindi çoxan gedin. Kim deyir o ifadəni? Məhəmməd Tağıyev deyir, bu yarın, o günü getmişik, bizə məhəldə qoyun. Ərazimiz Dağıstanda deyir torpaqlarımız. Harada deyir? Keçərli gedəndə deyir. Məhəmməd Tağıyevdir kimi deyir. O deyir ki, köçün gedin sizin torpaqlarınız, deyir Ləzgi cəmahatsız, sizin torpaqlarınız Dağıstan ərazisində istəyir. Ya mən Dağıstanlıyam, mən Azərbaycan vətəndir. Mənim babam burada olur, babamın babası burada olur. Dədəm buradadır, mənim hələ, dədəmin hələ 85 yaşı var. Yox, mənim babam buralara gedəndə heç, sənin baban heç yox idi burada. Vardı sənin baban. Tanırsan, sən özlədi, sən haralsan. Sən hardan gəlmir? Tanırsan nə qardaşlar? Yox, yox da Ləzgim o azladı salmıyor. Deyir Fuad müəllimdə yer azlığıdır ki, Adil müəllimdə nə qədər yer var? Niye sürümlük? Çünkü onlar ucarlıdır, yerli bağlıqdır bu. 1 metrəsi əkin. Qatar oldu ki, oradan da gitsinlər də. Onlar da mənlə götürüb qəbələyin bağlayıblar, müqaviləni.
Bize kardeş bu Ucar icra hakimiyetine biz gedəndə mədəni sürətdə bizə dedi ki, kardeş bu il gəlmişsiniz. Hələ siz sevinin ki bu il qışdan çıxa biləcəksiniz, bilməyəcəksiniz. Vaxtında hara başımıza çarə qılın dedik, gedin buradan köçün. Nə yerimiz yoxdur, nə bir şey. Sərəncamımızda da xitam verilib. Buradan vəbşə üzlüşün, yığışdırın şələkilərimizi gedin. Biz hara gedək? Biz onda Dağıstana getməliyik. Ha? Rusiyadan sığınacaq şey istəyək ki, dəstəkləyək ki, gəl bizi buradan götür, biz harasa başımıza imdad edək. Bizim ayrı alacımız yoxdur. O da traktorlar deyib tap şunludur, köçməz. Biz qışın çağında biz köçərik. Bu 1000 baş doğar koyun var. Bu 1000 baş doğar koyunun da harası 1200-1300 başta kuzusu var. Bunu hara eyləsin? Hele bu bir yataqdır. Hələ bu bir yataqdır. Orada Nəmiridə indi burada qadın xeylaxlarda var. Ayaq yolunu şuma salıb, stada salıb. Hasarın içinə. Ayaq yoluna da çıxmaq yoxdur deyir. Bu bəs nətər bu ləzgi Hardan oldu bu müsəlmançılıq? harda qalıb məsələn? Bu cəmaət tualetə çıxarmır, tualeti şeydə qalıb. Ayaq yolu zaten hasarın içində. İnsanlıq hara getdi? İnsanlıq hara getdi? Bu şumdu. Bir ay, 2 ay bundan qabaq payızdan bu şey deyildi. Xəbərdarlıq eləyədi, cəmaət öz başına bir çarə qılardı da. Bəs qışın çağında bu sürüləri hara eləsin? Hamısı ağızlarına da söz düşüb ki, prezident fərman verir. Prezident deyib ki, get ləzgini köçürt orada. Prezident o sözü heç bir vaxt deməz. Bizə imtiyaz verilməlidir. Mən bir vaxt dedim, bir il vaxt verilməlidir. Əvvəldən xəbərdarlıq olmalıdır. Mənim ziyanlığım ödənilməlidir. Mən də sonra çıxıb rədd olmalıyam, harasa getməliyəm. Mənim tikintilərim burada, mənim ərazim burada, evim burada, eşiyim burada. Hər şeyim burada. Mən qoyun gətirmişəm, gəlib dirənib, qış dirənib qabaqdan bu yana deyir ki, mən sürürəm. Sürürsən, 100 hektar orada sürürsən, 100 hektar orada sürürsən, 100 də burada sürürsən, 300 hektar darı yuxarı sürürsən burada. Qalıb qoyun deyil elə belə zadda. Bu yanıqda. Buranda şot deyiblər ki, hər sabah sürüləcək. Belə iş olur belə. Bəs mən deyiləm sənsən, bəs mən hara getməliyik biz? Bir imkan verin də qışı çıxardaq, nə heç olursa. Bir qıraq sürürlər elə, bir qıraq sürürlər. Sür şumlar, qara şum elə girən qoydur. İndi pambıq vaxtı. Aşağıda bayaq qeyd olundu ki, 55 hektar torpaq əkilib. Oradan nə qədər pambıq götürülürdü ildə? Oradan 1, 2, 3 tondu, 4 tondu pambıq götürülür. Nə qədər ora maliyyə vəsait ayrılmışdı? 12 min, 15 min. Nə bilmirəm, bütün bir 40-55 hektar. 40 tona qarşı 6 ton pambıq veriblər. 6 tondur, nədir pambıq? Neçəyə yığdırırlar pambığı? 5 qəpiyə? Prezident amma 10 köpük hələ subsidiya verir. Bunun hər yığılan kiloqramı 10 köpük. Dövlət başçısı. Yəni orada işləyənlər də deyirsiniz ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların işçiləridir. Xəstəxana, təhsil şöbəsi. Bunlar cəmaət prezidenti aldadır haqqına orada gəlib. Pambıq əkilik dövlətdən subsidiya alırlar, ona görə də hökumətin pulunu verir. Orada yerli bir boy o Silyan kəndindən bir dənə maşınla gəlib orada pambıq yığan sadə kənd cəmaatlar. Qalan hamısı var orada burada işdən büdcədən maliyyələşən adamlardır. Onlara ödəniş edirlər onlar. O ödəniş etmirlər. Elə maaş alırsan get orada məcburdur, nə var mı? Məcbur işlədirlər, ayrılan pulu da mənimsənir. Bəli, ayrılan pulu məcbur işlədirlər. Elə belə gətirib onu məcburi işlədirlər ki, sən oradan 100 manat maaş alırsan. Məktəb işçisidir burası. İşte gedir səhər, axşam məktəbin üstü, səhər pambıqdan gedir. Deyir 100 manat pul alacaq. Cəmaət hamısı görür da bunu fakt elədir. Cəmaətin subsidiyasını özü yiyir. 10 köpük fakt pul verir. Kim ailəsini göndərməsə, pambıq gəlir pambıq. İşçi göndərməsə işdən çıxarılır. O yolla pambıq yığılmaq istəyirlər. Bir nəfər əhalini bunlar hələ bu qədər keçəndən pambığa başlayıb yerli haldən bir nəfər işlə təmin eləməyiblər var, pul da vermirlər. Cəmaət adı ona görə də bu Respublikanın iqtisadiyyatı gündən-günə güclərin iqtisadiyyatına zərbə vururlar bunlar. Hökumət aldı. Allah işi peşələri hökumu dövlət aldatma. Azərbaycan Respublikasının prezidentinin gözəl siyasəti var. Bütün yerlərə subsidiyalı nəzarətdə saxlayır. Rayonlarımız, bölgələrimiz gündən-günə gözəlləşir. Amma burada bəzi məmurlar həmişə əngəl törədir, cəmaatı incidirlər, prezidentin işinə maneçilik törədirlər bu adamlar.
Buyur. Biz Rusiyadan sığınacaq istiyoruz. Burada bize bakılmasa Rusiyadan sığınacaq. Bize ancak deyirlər ki, sizin yeriniz Dağıstandadır. Bizde yer yoktu. Biz ancaq xahiş edirik ki, Rusiyadan biz sığınacaq istiyoruz. Belə olandan sonra. Rusiyadan sığınacaq istiyoruz. Bu milli münazir. Devletimizin rehberi, güzel prezidentimiz. Cənab prezidentimize karşı çıxdılar. Belə olmaz. Bu ili multikulturalizm ili elan ediyor. Halkı Ama prezidente burada karşı çıkardı. bizi sıkılırlar. Ya sabah nümayiş olacak Qəbələdə. Dolanmağınızın imkanı Tərpənəcək nə qədər ləzgi var. Əlinə çomaq alıb hamısı gedəcək Qəbələyə. Nümayiş. Nəyə görə? Torpaqların üstündə. Bu da prezidentə xələl gətirir. Kimsə aranı qarışdırır, prezidentə xələl gətirir. En son gəlir yerimizdir, onu da bizim əlimizdən alırlar. Biz nə qayraq başqa da. Başka işle köçmek lazım. Köçmək yox, köçürdürlər. Köçmək niyə? Səni köçürdülər. Rusya, Sən öz-özünə köçəcək. O bu münasebet çok pis münasebet. Böyle olmaz. Heç yerə. Bizim heç yerə müraciət edir. Biz qulaq asın. Biz Azərbaycan vətəndaşıyıq. Heç yerə müraciət, özümüzün prezidentimiz var. Bizim şərəf və ləyaqətimizi qoruyan gözəl konstitusiyamız var. Bu yaxınlarda referendumda qəbul olunubdur. Biz heç yerə getmirik. Biz bu respublikanın vətəndaşıyıq. Bizim prezidentimiz var. Prezident də hər bir Azərbaycanlıda yaşayan bütün xalqların prezidentidir. Biz prezidentimizə müraciət edirik. Prezidentimiz də bu işə çarə qılacaqdır. Özü öz sərəncamını da verəcək, tədbirini də görəcək. Bəzi adamların cəzasını da verəcək. Ora sığınacaq. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Bəli, mənim hüququm var, haqqımı tələb edirəm. Burada da prezidentin siyasətində bəyənirik, daxili, xarici siyasətində də çıxmırıq. Biz prezidenti həmişə dəstəkləmişik, dəstəkləyirik. Heç bir yerə müraciət eləmirik, öz vətənimizdə öz prezidentimizə müraciət edirik. Prezidentimiz bize çare kalsın. Biz yaman güne kalmışız.